Əli əleyhisselamın məktublarından birində sosioloji bir psixologiyaya toxunur, sosial psixologiyaya toxunur. Bizim dilimizdə sadə dildə desək, cəmiyyətşünaslıq, toplumu, cəmiyyəti tanımaq, insanları, kütləni tanımaq nöqteyi nəzərində. Çox maraqlı bir yanaşmadır. 79-cu məktubdur. Buyurur ki, min kitabin kətəbəhu aleyhisselam ləmməstuxlifə ilə umarayil əcnəd. Elə ki, Həzrəti Əli əleyhisselam xəlifə seçildi, qoşun başçılarına belə bir məktub yazdı. Əmmə bə'd, həmd-i sənadan sonra فإنما أهلك من كان قبلكم أنهم منعوا الناس الحق فاشتروه وأخذوهم بالباطل فاقتتوه. Sizdən öncəkiləri məhv edən iki amil oldu. Qoşun başçılarına yazdı. Sizdən öncəkiləri məhv edən iki amil oldu. Bir, insanların, cəmiyyətin, xalqın haqqını vermədilər. Nəticədə xalq rüşvətlə onu almalı oldu. İkincisi, xalqa batili onların beyninə yeritdilər, xalqın təfəkkürünə batili yeritdilər, xalqla batillə rəftar etdilər, haqla yox, əyriliklə rəftar etdilər. Nəticədə xalq onlara tabi oldu. Çünki ənnasu alə dini mulukihim. İnsanlar öz əmirlərinin dinindədirlər. Onlar kimi yaşamağa can atırlar. Gördülər bizim başçılarımız batillə yaşayır, batil işlərlə məşğuldur, doğru hərəkət eləmir, əyriliklə hər şey əldə edir. Xalq da onlara iqtidə etdi. Baxın, tarix boyu biz müxtəlif cəmiyyətləri, rəiyyətləri, kütləni qınamışıq. Bu xalq pis xalqdır, bu xalq yaxşı xalqdır. Əslində belə deyilmiş. Əslində xalqa başçılıq edənlər, insanlara rəhbərlik edənlər onları yönəldirmişlər, yönləndirirmişlər. Məsələn, Yezid kimi bir xəlifənin Peyğəmbər əhl-i-beytini öldürmək kimi bir təfəkkürü olduğu üçün cəmiyyət də o təfəkkürdə oldu və onun dalıyca getdi. Yəni, xalqı qınamaq lazım deyil. Buyurur, siz, ey qoşun başçıları, Əli əleyhisselam xəlifə seçilən kimi buyurur, siz, ey qoşun başçıları, siz xalqın olanı xalqa verməsəz, satsaz, İnsanların haqqı olanı həmin insanlara satsaz, onlar məcburlar, onu pulla alsınlar. Çünki haqları da vermirsiniz. Nəticədə rüşvət başalıb gedir. Və siz insanlar arasında həqiqi insani mənəvi dəyərlərə uyğun yox, mənəviyyatsızlığa uyğun rəftar etsəz, cəmaat sizə baxır, örnək götürür, sizi ideal görür, sizi kumir görür. Nəticədə onlar da bir-birlə sizin kimi rəftar edəcək. Siz öz əl altınızı vuracaqsınız, o da öz əl altısını vuracaq. Siz öz əlinizin altında olan işçini, məmuru incidəcəksiniz, məmur da özünün əlinin altında olanı incidəcək. Və bu, başalıb gedəcək zəncirvari. Əli əleyhisselam burada sosial psixologiyanı bizə bildirir ki, xalqda günah görməyin, xalqı yönləndirən sizsiniz. İnsanları istiqamətləndirən sizsiniz. Xalq görür ki, mənim haqqım olan nəyisə mənə vermirlər, məcburdur pulla alsın. Pulla almaq üçün nəticədə bu rüşvət başalıb gedəcək. Nəticədə pulla almaq üçün halal haram yoldan pul qazanmalı olacaq, batil başalıb gedəcək. Beləcə, zəncirvari haqsızlıq davam edir, gedir. Əli əleyhisselam 79-cu məktubda bu məsələni çox gözəl şəkildə izah edir.